Dostlar, demək Gənclik Moldan çıxdım və hazırda banka piyada gedirəm. Hal-hazırda yolun səsidir. İlk dəfədir ki, qulaqçıqla çəkirəm. İnşallah səs sizə gəlməz. Kənar səslər sizə gəlməz. Baxacağım. Mən bu yola avtobusla da gələ bilərdim, amma piyada gedirəm ki, yürüyüş olsun. Mən bugün başlamışıq, görək necə olacaq. Əlimdə də su. Gəldim artıq. Piyada, amma yaxınıymış. Yaxşı ki, piyada gəldim. Mənim üçün də yürüyüş olar. Gənclik Moldan mən bu əraziyə piyada olaraq gəldim. Hardasa 30-40 dəqiqə ki, yürüyüş edirəm. 30 dəqiqə olar. Çox yox. Bugün bilərəkdən maşınsız çıxmışam ki, yürüyüş edeyim. Dostlar, mən sırf o deyirlər, hər gün çıx, 30 dəqiqə yürüyüş elə. Mən sırf yürüyüş üçün çölə çıxa bilmirəm. Mən o adam deyiləm. Yəni, durum bu günləri sport geyimlərimi geyinim və gedim yürüyüşə. Məndə elə bir şey yoxdur. Mən ancaq A məntəqəsindən B məntəqəsinə hansısa işim var deyə gedə bilərəm piyada. Ona görə də həmişə xarici ölkələrdə olanda çalışıram taksidən, avtobusdan, maşından istifadə eləməyim ki, yürüyüş edeyim. Və onlar mənə həqiqətən çox kömək olur. İndi bugün də ona görə maşınsızam və avtobusa istifadə eləmədim. Hazırda banka da çatıram. B məntəqəmə çatıram. Bu dəfə belə başladıq. İnşallah ardını eli gətirə bilərəm. Mən yürümək işini bu günləri bayağı abartdım deyəsən. Getdiyim məntəqədən banka getdim. Bankdan çıxdım. Piyada gəldim Xətai metrosuna. Dedim ki, düşündüm ki, Xətaidən uzağa, yəni belə planım ki, Xətaidən avtobusa minərəm, evə gedərəm. Çünki belə çox rahatdır. Və oraya gələndə gördüm ki, 10.000 addım atmışam bugün. Və avtobusa binməkdən vazgeçdim. Zaten hər getdiyimiz addımda dayanacaq var. Düşündüm ki, biraz da Ağşəhər tərəfə gedim, addımımı artırım. Əgər yorulsam, avtobusa minərəm. Beləliklə mən gəlmişəm, bura Amaydır da. Amay gedir burası, səhv eləmirəmsə. Buradayam, indi Ağşəhər tərəfə gedəcəm. Görək, harada yorulsam avtobusa minəcəm. Hələ ki 10.000 addım atmışam. Yəni bu attığım 10.000 addım məni həvəsləndirdi. Və özümü çox rahat hiss edirəm. Bugünlər heç bir yemək yeməmişəm. Əslində yeyə bilərəm. Yumurta, tərəvəz, belə qidalanırlar, amma istəmirəm. Həqiqətən yoruldum. Hər yediyim yemək istəyini gətirdi mənə bu dəqiqə. Bugünləri hələ ki su diyeti kimi, o su diyeti olur. Yalnız su içirsən, qəhvə içirsən. Hələ ki bu saata qədər bu vəziyyətdəyəm. Bir dənə amerikano içmişəm və mənə tox saxlayan kofedir. Çünki kofenin tərkibində qida maddələri olur və sən tox qalırsan. Və mən bu gəzməklə, bir-iki işimi həll eləməklə sadəcə başımı qatıram. Çətini 1-2 gündür, çətin də deyil əslində. Soyuducunuzu dəyişsəz, qida rasionunuzu dəyişsəz, yəni gözünüz evdə nəsə görməsə, çox rahat bir şeydir əslində. Ona görə də hələ evə getməmişəm mən. Dostlar, artıq Ağşəhərdəyəm. Gənclik Moldan bura qədər piyada gəlmişəm. Əlbəttə ki, yolun digər hissəsi avtobus dayanacağıdır. İstədiyim vaxt avtobusa minə bilərəm. Yəni, avtobusa istifadə edə bilərəm. Sadəcə olaraq, mən evdən çıxanda bu günləri sağlam qidalanacağım və bunu sona qədər edəcəm. Və yaxud da ki, bu günləri mən 10.000 addım atacağım, buradan ora qədər piyada gedəcəm kimi bir fikrim yox idi. Bəli, hər gün sağlam qidalanmalıyam, bir yerdən bunu başlamalıyam deyə fikirləşirdim. Amma alınmırdı. Bəlkə bugün də alınmayacaq, bilmirəm. Amma ən azından hər gün cəhd edirdim. Və bilirdim ki, bu bir gün alınacaq. Sadəcə konsentrə olmalıyam. Fokusumu ora verməliyəm. Və alınmamağın səbəbi də evdəkilərin Ağçörədən istifadə eləməyə gəlir. Saat 11-də durub yemək pişirmələri, onun qoxusunu çıxartmaları, gecə yarı hansısa bir səsə oyanmağım. Bunlar hamısı və mən oyanırdım, istər-istənməz emosional olaraq gedib qidalanırdım. Zaten dünən gecə bu gecələrdən biriydi. Sadəcə evdən çıxanda mən dedim ki,
evdən çıxandan əlavə mən artıq dünənləri qərara gəlmişdim ki, mən necə arıqlayırdım. Mən bunlara görə arıqlaya bilmirəm, amma öz ortamımı dəyişsəm bunu yenidən başlaya bilərəm. Alınmır çünki ortamımı dəyişə bilmirəm. Nə edirəm? Evdən çıxacağam. Harasa gedəcəm. Məsələn, bugün səfirliyə getməliydim. Səfirliyə getdim. Bayağı bir aylardır ki, mən səfirliyə getməliyəm və getmirdim. Dedim, bugün gedəcəm. Bir banka getməliydim. Əslində mənim işim deyil idi. Özümə görə getməmişdim. Evdən çıxana dedilər, get. Dedim, baxaram, bilmirəm. Amma biraz gəzdikcə, o qidanı qəbul etmədikcə gördüm ki, yox, özümü yaxşı hiss edirəm və mən o banka getdim piyada. Yəni, məqsədim yəni Ağşəhərə gəlmək deyildi. Banka getdim, oradan çıxıb evə getməliyəm, yaş Xətayya kimi piyada düşün. Belə bura kimi gəlib çıxmışam. Amma indi soyuq hiss edirəm, çünki küləkli də mən tərləmişəm. Düşünürəm ki, qarşıdan avtobusa minmək məcburiyyətində qalacam, xəstələnməyim deyə. Baxacam indi vəziyyətə. Belə. Artıq Ağşəhərdə bitdi. Yəni keçib digər tərəfə. Görüm nə qədər gedə biləcəm. Əslində orada dayanacaq var idi. Qabaqda da olmamış olmaz. Bilmədim. Növbəti dayanacağa qədər yenə piyada gedəcəm. Əgər görsəm ki, alınmır, avtobusdan istifadə edəcəm. Gidelim. Hadi 13 min addım atmışam hələ ki. Əslində velosipedlə istifadə etmək olar. Mən yolda velosipedləri gördüm. Sadəcə proqramım yoxdur. Uğraşamadım yəni. Xəzər TV'yə hələ indi gəldim, çatdım. Bayaqdan sadəcə görürdüm uzaqdan. Uzaq deyiləsə yaxın idi, amma indi gəldim. İndi buradan keçmiş məktəbimi görürəm. İndi ora gedirəm. Ora kimi gedəcəm. Demək olar ki, çatıram ünvana. Dostlar, burada çatdım. Əslində biraz qalıb. Qabaqda 144 yol ayrıcı var. Orada mən artıq robot yoldan çıxıram. Bu robot yol bura qədər gəlirəm. Yəni biraz da gedim 2 kilometr ya 3 kilometrdə getməliyəm ki, gedəcəyim ünvana çatım. Hal-hazırda uşaqlar məktəbdən çıxır. Yorulmuşam ama ben yorulmuşam. Hatta eynəyimi çıxartdım. Niyə? Çünki artıq sıxırdı məni. Yorulmuşam. Ama az məsafə qalıb. İstəyirəm o məsafəni də bitirim. Və deyim ki, bəli, mən bu yolu piyada gəlmişəm. Artıq Aysimanın yanındayım. Maşınlar keçirdi, qaçdım. Artıq gedəcəm, ünvanın tam yaxındayım. Neyse uşaqlar, nargiləyə gedəcəm, belə deyim. Oradan sonra demək o çatdım. Nargiləyə kimi gedəcəm və bu yolu bitirirəm. Dostlar, artıq gəlib çatdım. Düşünün ki, bütün robot yolu piyada gəlmişəm. Əslində evdən çıxanda bunu etmək bir fikrim yox idi, amma nəsə etməliyəm ki, başlayım kimi bir fikrim var idi, amma edə də bilərəm, etməyə də bilərəm. Yəni özümü heç vaxt heç nəyə məcbur etməmişəm. Bugün mən bunu eləyə də bilərəm, eləməyə də bilərəm, amma başlayıram. Bugün eləməsəm də eybi yox, sabah yenə başlayacağım belə bir şey. Nasudanova getdim səfirliyə, səfirlikdən çıxdım mola kimi piyada getdim. Avtobus istifadə edəcəkdim, istifadə etmədim. Molda bir 10 dəqiqə, 15 dəqiqə zamanım getdi. Oradan sonra düşündüm ki, nə edim, evə gəlsəm nə ola bilər, alınmaya da bilər. Ona görə mən evə getməmək üçün başqa bir iş var idi, banka getməliydim, ora getdim. Əslində o banka özüm üçün getməmişəm, başqa biri üçün getmişəm. O bankada piyada getdim, zaten videolardan görürüm. Oradan sonra nə edim, avtobusa minmədim, taksi zaten proqramım yoxdur, taksi istifadə eləmirəm. Ümumiyyətlə, Xətayya kimi piyada getdim, düşündüm ki, ümumiyyətlə Xətaydan bəlkə avtobusa minib evə gedərəm, yorulsam. Xətayya gedəndə gördüm ki, yox, minməyim, avtobus istifadə etməyim. Gəl, biraz da piyada gedim. Uzaq haradasa yorulub minərəm, yəni özüm.
Dostlar, deməli McDonald's-dan çıxdım. Bayaq telefonumun yaddaşı bitdi. Ona görə dayandım. Heç bilmirdim nə danışırdım orada. Heç yadımdan çıxıb. Çıxdım. İndi avtobusa minmək istəyirəm əslində. Niyə? Çünki üşüyürəm. Tərləmişəm deyə və o tərim quruyub istər-istəməz üşüyürəm. Amma gedirəm. İnanırsınız, özümü necə hiss edirəm, çox gümrah hiss edirəm. Düşünün, yemək yeməmişəm. Hələ ki bunun adı, bugünkü diyetimin adı su diyeti gedir. Amma bu qədər davam edə biləcəmmi gün sonuna kimi, yoxsa yox, onu bilmirəm. O gedişə də baxın. Saat neçədir? 6-ya qalır. Ola bilər ki, yüngül bir qidalanma eləyim və bağlayım. Baxacam vəziyyətə. Hələ ki bu su diyeti gedir. Su, kofe, qəhvə. Məndən qəhvə soruşursunuz. Nə qəhvəsi içirsiniz? Normal Türk qəhvəsi. Amerikano. Südlü olmayan. Ay, mən burada avtobusa minmədim. Ay, ben bayağı abarttım bu işi. Özümü çok gümrah hiss edirəm. Həqiqətən yemək yeməmişəm deyə özümü gümrah hiss edirəm. Əgər mən yemək yesəydim, əgər mən qidalansaydım, çox enerjisiz, yuxulu, təzyiqim aşağı düşmüş, bu vəziyyətdə olacaqdım. Of, mən bu işə baxdım. Dostlar, mən gedirəm, yəni. Stop yoxsa deyəsən. Görək gedirəm.